Əgər İxlas surəsinin ingiliscə tərcüməsinə baxsanız, çox qəribə bir şeylə qarşılaşacaqsınız. İkinci aydakı əs-Samət sözünə diqqət yetirin. Demək olar ki, hər hansı bir ingilis dili tərcüməsini yoxlasanız, hər dəfə tamamilə fərqli bir tərcümə tapacaqsınız. Heç biri bir-birlə tam üst-üstə düşmür. Amma işin ən maraqlı tərəfi budur ki, onların hamısı doğrudur, lakin hamısı natamamdır. Niyə? Çünki bu ərəb sözünün mənası o qədər böyükdür ki, ingilis dilində və ya başqa bir dildə onun tam qarşılığı olan tək bir söz yoxdur. Bu söz eyni anda bu mənaları ifadə edir. Əbədi, baqi olan, ehtiyac anında hamının üst tutduğu son ünvan. Heç kimə və heç nəyə əslə ehtiyacı olmayan, lakin hər şeyin ona möhtac olduğu zat. Yeməyən, içməyən, içi boş olmayan, nüfuz edilməz bütöv və bütün yaradılışın mütləq sahibi ağası. İki hecədən ibarət olan bu tək bir ərəb sözünü izah etmək üçün bütöv bir paragraf yazmalı olurlar. Siz yalnız ingiliscə tərcüməni oxuyanda əsl mənanın sadəcə çox kiçik bir hissəsini əldə etmiş olursunuz. Əslində, Amazon qəbiləsi üzərində aparılan və bunun məhz niyə baş verdiyini sübut edən maraqlı bir psixoloji araşdırma var. Onların fərqində olmadan Quranın tayı bərabər olmadığını necə sübut etdiklərini görmək üçün videonun tamamını ingiliscə linkdə izləyin.